bizdə satış adamlarının bir düşüncəsi var. Ancaq mən qiymətimi ucuz eləyəcəm, satacağım. O dövr bitir. Yəni qiymətlə bir yerə kimidir. Bir gün kiçik bir biznesdir. Deyərsən mən qiymətlə öz bazarımı, öz müştərilərimi əlimdə saxlayıram. Amma sabah sizdən həmin sektora daha böyük, daha maliyyə gücü olan, daha böyük ekibi olan bir iş adamı, bir biznes adamı girsə o işə, sən qiymətlə rəqabət apara bilməzsən. Bir gün 2-3 marketi olan bir adam 1500 diskont marketi olan rəqabət apara bilər? Nə dərəcədə apara bilər ki? Yəni istəsə 10-20 marketində pulsuz paylar məhsulların. Onu oradan qarşılayacaq digərlərindən. Yəni burada məsələ nədir? Qiymət bir yeri kimidir. Qiymət önəmli faktordur təbii ki. Amma qiymət nədir? Bir yeri kimidir. Güclü komandalar olmalıdır. O məhsulları sata bilmək üçün güclü komanda liderlər olmalıdır. Çünki işin başında, yenə deyirəm, bütün bizneslərin başında satışdır. Satış komandasının maksimum şəkildə bütün biznes adamları, bütün şirkətlər inkişaf etdirməlidirlər. Yəni, bir gün ayaqda qala bilməyimiz üçün, gələcəkdə bu biznesimizi inkişaf etdirmək üçün mütləq güclü satış komandalarına sahib olmalıyıq. Bu